Salam əleykum. Axşamınız xeyir olsun. Çox dediniz paduşka. Keçən verilişdən şərhləri oxumusan? Oxumuşam. Sağ olsunlar. Yaxşıca tərifnamələr də var. Tərifnamələr də var. Əsas o ki, hələ ki təhqirnamə yoxdur. Ləvəngi yeri çox qəşəngdir. Amma sonra bilmirəm. Şərh. Ləvəngini sildilər. Yedilər ləvəngi. İçərdən? Ya da bilmirəm. Onu özü bilirlər. Hə, ay nə bilim. Mənə biri deyir ki, sonradan özün ol. O paduşkanı niyə saxlamısan orada? Paduşkanı götürsən, itin sözünü deyəcəklər. Bu videoda efirə çıxmazlar. Nə eləməzlər filan peşməkan. Amma mən bu izləri eləsində paduşkaya gəliblər. Yəni kim gəlib bizi paduşka eləməyə? Şəxsən məni paduşka temasını Asif müəllim Bağırov. Yəni bizim Asif qardaşımız. Asif, xoş gəlmisən. Xoş günümüzə gəldin. Elə əslində Nurəllin ilə qardaş deyib təqdim elədik. Qardaşlığın üyəsi olmayasan. Amma bir də bunun əvvəlində adamın bir işi olar, bir peşəsi olar, onun adına uyğun təqdimatı olar da. Asif Bağırovu biz bugün necə təqdim eləməliyik? Sabiq jurnalist, sabiq şərhçi, yoxsa Sabiq Asif. Elə həmin ki Asif. Kim necə xatırlayırsa yəqin şeylər bu. Məsəl üçün əksəriyyəti məni Çempionlar Liqasının şərhçisi kimi xatırlayır. yoxsuz gecələr? Ola bilər, hə. Bəziləri məni operator kimi xatırlaya bilər. Bəziləri məni hətta hərbi müxbir kimi yada sala bilər, əgər bilməyənlər varsa. Çox az adam bilir ki, mən uşaqlıqda televizor ustası olmuşam. Təəccüblü gəlir. Bunu mən bilirəm. Uşaqlıqda. Ola bilərdim. Adətən yaşlaşanda televizor ustası olurlar. Yox, ola bilərdim, amma alınmadı. Çünki mənim oxuyub qurtardığım müddətdə, yəni televizor ustalığı oxuyub müddətdə qara təsvirli televizor ustalığı Televizorlar qutardı. kursdan bitirmişdim. Artıq tarixin yaddaşına Asif köçdü. sənəti öyrənəndə rupultla televizorlar çıxmışdı. Hə, yox, sonradan artıq İndi telefonla çevir. rəngli televizorlar vardı. Söhbət 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində. Onlar dənələri olan düymələri. Nar dənələri düymələri Yox. var. Yox. PTK-sı vardı, hə, ondan. Horizont televizoruna. Horizont vardı, bəli. Bizdə Çayka 4 idi, ağ-qara. Rəngli televizorumuz çox sonra oldu. Çox. Amma bizim evdə də televizor oldu. Elə siz deyənlər olur. İndi Onu mən sizi təqdim eləyə bilmədim. Horizont Çernobil olub. Sonra Tsvetnoy var idi bizdə. Faton 723 idi, nə idi? O biraz uca bizim əli. Yox, Faton 723 ola bilməz, 237 ola bilər. Nəyə görə? Çünki o əvvəldəki rəqəmi onun neçənci sinifə məxsus olduğunu Onda bilir. 7 seriya yox. 2 o biraz zəifdir, 1 ondan güclüdür. Bilirsən də maraqlıdır. Asif dedi ki, mən televizor ustası ola bilərdim. Bu elə ola bilərdim peşəsindən biz bu qədər danışırıq. Və olduqlarından nə danışacağıq? Onlardan şəxsən mən onu demək istəyirəm. Təzədən başlayaq onda. Yox, elə qət. Onun şeydən gezmiş. İstəyirsiniz başlayaq? Yox, öyle qaldım evin gedir. Deməli, mənim futbola olan marağımı şükür Allaha bilirsən. Yəni mən futbolun Mən bilmirəm. Olmadığını. futbolla yaxşıdan adamam mən. Rezervasiya, yəni mənim futbolla heç bir əlaqəm yoxdur. Amma ki, hətta mən belə mən olmayandan yox. Yəni ki, marağı olmayan bir insan. Ay, yadıma qız badı düşdü, qaynatmısınız. Yəni mən üzdən, çıxardan indi sonraki münasibətləri hamısını qoyaq biliyor. Amma ki, sırf olaraq üzdən mən görsəm bilərəm ki, bu Asif Bağırovdur. Aynəsinin şərhçisi olub. Yeri gələsi necə? Tanış söyləyir. Əlbəttə ki. Əlbəttə. Nasıl necə baxır? Səs tanış gəlir. Birinci səs məncə. Asif Bağırov şərhi, Çempionlar Liqası, gecə saat 11, 12. Səs dəyişmir, amma həqiqətən səs dəyişmir, bir də gözlər dəyişmir. Gözlər, bu iki səs dəyişir. Səs təbii ki, əgər sağlamlıq problemi yaşanmayıbsa, məncə səslər hansı bir dəyişiklik olmuş. Mənim sağlamlığımda problem var, səsim incədir. Asif, nə işlə məşğulsan? Rəsmi olaraq, yəni stajım yazıla biləcək bir işlə məşğul olmuram. Amma əmək fəaliyyəti və dövlət vergi xidmətinə ödəyəcəyim, yəni Dövlət Sosial Müdafiə Fonduna ödəyəcəyim vəsaitləri nəzərə alsaq, kiçik sahibkarlıq fəaliyyəti ilə və bir qədər də dəyirsək, Topaz məntəqəm var və orada çörək qazanıram, belə deyək. Allah ruzuq yetirsin, Təşəkkür. öz yerində. Amma əslində bu oyunun özü də bir paradoksdur ki,
Biz burada qeyd edirik ki, Asifin şərhi bizim yaddaşımıza həkk olub. Çempionlar Liqası, Yoxsuz Gecələr, ən maraqlı oyunlar Qalatasarayın, Fenerbahçanın, Real Madridin, Milanın, Manchester Unitedin, indi bəlkə də bir çoxları elə Milanın və Manchester Unitedin Çempionlar Liqasındakı o qələbələrini görmürlər. Elə ondan əvvəlkilərin də bir istisna Real Madridi görmürlər. Bu komandaların bir çoxuna sevgini ilə Asif Bağırovun səsi ilə gəlib. Bu məqamda amma indi Asif Bağırov futbolsuzdur, şərhçilik etmir. Nə baş verir? Niyə? İstəmir yoxsa nəsə maneə var? Yox, bir istəyəcədir. Bir ara ciddi cəhd istədim. Ötən il idi səhv etmirəmsə, CBC Sportun kastingi vardı və onların mailinə bir CV də göndərdim və o CV-də yazdılar ki, sizin CV-niz qəbul olunub və siz bizə uyğun olacağınız halda sizinlə əlaqə saxlanılacaq. Yox, əgər uyğun olmazsanızsa heç bir narahatlıq yoxdur. Gələcək, yəni bədbinliyə qapılmayın. Mən belə başa düşdüm də. Dünya dağılmır. Belə. Yaxşı. Amma ondan əvvəl də bir perspektiv vardı. Bunu çox az adama demişəm mən. CBC Sport təzə açılanda yayım hüquqlarını alınırdı. Yəni top 5 ölkələrdən səbəbsə İtaliya alınırdı və Azərbaycan çempionat oyunlarının da yayım hüququnu artıq İdman Azərbaycandan götürmüşlər, onlara keçmişdi və onlar kasting axtarırdılar. Kasting eləymişlər, şərhçi axtarırdılar. Fikirləşdim ki, kimə demək, o nə də desək, nə də deməsək, razılaşaq ki, ora istənilən halda Elxan Məmmədovun icazəsi olmadan heç kim yaxın düşə bilməzdi. Buna kimsə elə deyil, mən inanmayacam. Səbəbini də indi deyəcəm. Zəng vurdum Elxan müəllimə. Elxan müəllim. Boş özünə. Bəli. Çox çətinliklə oldu, tapdım. Düz iş adamıdır, başa düşürəm. Yazdım, danışdım. Elxan müəllim, bəs belə bir şey var. Mən istəyirəm ora keçim. Mümkünsə bir də mənə kömək eləyəcəksiniz. Həmin vaxt harda çalışırdın, harda işlədin? Topazda idim. Elə yeni top. Bəli. Mən sizə söhbət edirəm bir 6-7 ilin söhbəti. 2015-ci ildə aşağı. CBC Sport. Elə. Ehtimalı 2015-in yayında olub bu söhbət. Bəlkə də sonra 16, bəlkə belə. Yəni ki, onda CBC Sport artıq fəaliyyət göstərirdi. Necə? Onda artıq CBC Sport fəaliyyət göstərirdi. Elxan müəllim ki, burada mənim bir şey yoxdur axı. Sən Volkan bəylə danışsan, Elxan müəllim, başa düşürəm, Volkan bəylə danışa bilərəm, amma bir atalarında məsələ var ki, dəvədən böyük fil var. Valla belə demədim bəlkə də, amma dedim ki, yəqin ki, siz desəz problem olmaz. Yaxşı. Belə bir söz oldu. Okey. Üstünə bir müddət keçəndən sonra, bilmirəm, 5 gün keçdi, 10 gün keçdi, 15 gün keçdi. Bir gün Topazın qapısı açıldı. Firuz Abdullayev girdi içəri, o vaxt AFFA-nın mətbuat katibi. Və Rüstəm Əfsərli. Hansı ki, indi Elçi Futbol Klubunda işləyir, çalışır. Yəqin ki, qoymazlar mən yalan danışım. İndi bunu etiraf eləməzlərsə, yəni danarlarsa, daha bilmirəm. Soruşdum ki, Elxan müəllim, nə fikirləşməliyəm? Elxan müəllim deyib, ona görə gəlmişsiniz. Elxan müəllim nə deyib ki? Bəs belə biləm, mən Elxan müəllimə dedim ki, belə bir şey istəyirəm. Təxminən o danışıqdan neçə gün sonra olmuşdu? Dedim, bilməm, 5 gün, 10 gün, 15 gün. Maksimum 1 ay. Yəni ondan o tərəf olmaz. Düzürsün. Yəni şərhçiliyə dönmək istəyirdiniz də, ona görə xahiş eləmişdim. Bəli. Ən azı mən bildiyimə görə televiziyada o kasting üçün söhbət gedir. Bəli. Belə bir söhbət elədim. Rüstəm Əfsərli deyir ki, sən ondan niyə deyirsən? Mənə deyəndə, mən şərhçilər qrupunun rəhbəriyəm. Dedim, rəhbərisən, necə eləyək bəs? Görüşüb söhbət eləyərik. Dedim, yaxşı. Görüşmüşdünüz deyil? Razılaşdıq, yox. Dedi ki, dedim, bəs ona görə gəlmişsiniz. Dedi, yox, burada çörək yeməyə gedirik. Nə oldu, bu vaxta kimi keçəndə buradan gəlib o Asfiyada düşməyim, indi çörək yeyəndə Asfiyada düşür. Yəni, bilirsiniz, bəlkə də çörək yeməyə gedirdilər və yaxud
oradan Asifə dəyib yenə də çörək yeməyə gedəcəklər. Amma yenə də deyirəm, bu 10 il ərzində bir dəfə oradan keçəndə Asifin gəlib qapısını döyüb. 10 yox, 14 ildə. Qapuzu tanıyırdılar, həmin o topazını. Necə oldu tanıdılar bəs? Söhbət o bayaq dediyi 100 topazdan Ya, gəlir. bəli, 14 ildə bir binanın altındayım mən. Həzrət Salon metrosunun yanında. Orada elə kimdən soruşsa Asifin topazağını göstərəcəm. Neysə, bir müddət sonra Rüstəmdən görüşdüm mən. Elə Başxanov stansiyasına üzbüz, elə orada parkda Ağa Səlimin çayxanası deyirlər. Ağa Səlimin çayxanasında yoxsa kimin? Neysə, Razində? bəli. Rəhmətli Asım. Ağa Səlimin çayxanası. Oturdu söhbət elədik. Dedim, belə. Fikrim budur qəti. İnsafən mənə demədi ki, Asif sənin məsələvi həll edərəm. Amma mənə söz verdi ki, mən səni Volkan bəylə görüşdürəcəm. O ki, indiyə kimi görüşürük. Qardaş, mən səndən xahiş eləməmişəm mən sənə bu sözü mənə de. Mən səndən məcbur eləmədim ki, mənə dinən ki, bu sözü eləyəcəksən. Eləməyəcəksiniz, niyə söz verirsən? Söz vermirsən, niyə eləmirsən? Yaxşı, Şəxsilər qrupunun rəhbəri Rüstəm Əfsərli idi, amma eyni zamanda CBC Sportda sizin digər həmkarlarınız da var idi. Kim? İlman jurnalistikası olan bir çoxları, onlarla münasibətimiz Bilirsən, biliyoruz. sən orada işləməmsən. Təbii ki, mən qərar verici deyil. Mən sadəcə orada müxbir idim, sonra da şərhçi. Bəs kim idi qərar verən adam? Məsələ onda deyil, yəni Rüstəm Əfsərli ilə danışdığı alınmadı. Düzdür. Başqa heç bir həmkarın yox idi CBC Sportda. Deməli, Bununla danışasan, deyəsən ki, nə oldu? Bilmədin Rüstəmdən xəbər gəldi və deməli məsləhət olmuyor. Deməli məsləhət olmuyor. Onda elə fikirləşirsən ki, elə qərəz var, Yox, mən bilirsinə fikirləşdim. Yəqin ki, özü mən dönədən orada Rüstəmə dedim ki, Rüstəm, mənim niyyətim bilirsinədir. Mən topazda işləyirəm, o vaxt topaz maşallah əla idi. Yəni, indiki ilə müqayisədə gəlirim yaxşı idi. Bazarda tək idi, deyil mi? Tapaza maşallah Bəli. ayıb olmaz. Hə, amma bilirsiniz nədir? Digər tərəfdə yenə də deyirəm, tərifləmək kimi yox. Mən sizə lazım ola bilərəm. Yəni mənim şərhçiliyim sizə lazım ola bilər ki, gəlim həftədə bir dənə oyun şərh edeyim, müəyyən X məbləğini alım, çıxım gedim. Bəlkə siz fikirləşirsiniz ki, mən orada kimlisə yerinə göz dikirəm. Elə bir şey yoxdur və ola da bilməz. Çünki mənim artıq nə yaşım, nə səbrim var ki, gedim səhər saat 9-dan axşam 6-ya kimi minimum orada oturum, Ursan sözü var, zəngdən zəngə kimi. Elə həvəsim, niyyətim yoxdur. Bunu da görüşdə demişdim. Demişəm. Ola bilsin, bəlkə kimsə ondan qorxub ki, nəsə rəhbərlik görə fikirləşər ki, yenə də deyirəm, mən özümü tərifləmirəm. Asif, bəlkə konkret tassada oxumusan ki, mən bu qiymətə gəlmişsin üçün verirəm. Gəlin belə danış, indiyə kimi, baxın, mən Amma onlar da baxıblar ki, Urfan ayı 250 manat işləyir. gəlmişdim, mən o qədər pul verir. ictimaiyə. Kənar mənə nə qiymət deyib? Deyə bilərsiniz o məbləğ? Mən dəqiq bilmirəm, çünki o qiymətləri hər kəs özü bilirdi. Okay. Kəsə və bu belə deyək də ancaq təklif edənlə işləyən özü bilir. Okey. İndiyə kimi mənə nə təklif olubsa, indiyə kimi bir adam deyə bilməz ki, Asif o məbləğdən razılaşmayıb, qiyməti qaldırıb. Bu cavab siqanə elədir. Ya o futbolla Yox, Kənan özü mənə zəng vurmuşdu o vaxt 2021-ci il Avropa çempionatı. 2020 Avropa çempionatı bir il təxirə salınmışdı. Bəli, 21-də. Birinci yayında. Onda zəng vurdu, Asif bəs belə o Balaş müəllim də deyib ki, köhnə komandanı dəvət edək. Hətta o Ziyanı da dedi ki, dəvət edək. Doktor Ziyan. Bəli, Doktor Ziyanı. Mən zəng vurdum, Ziyanə danışın. Dedim, Ziya, bəs belə bir şey var. Nə istəyirsən, gəlmək istəyirsən? Dedi, hə, olar. Təklifləri nədir? Deyirəm, qardaş, sən təklifləri mənə ola bilər qane eləsin, sənə ola bilər qane eləməsin. Özün danış. Danışmışlar, nəsə düz gəlməmişlər. Deyəsən, maddiyyat cəhətdən düz gəlməmişlər. O gəlmədi. Amma yenə də deyirəm də, söhbət ondan gedir ki, bəlkə də bu mənim artıq bu sahəyə qayıtmaq üçün mənə verilən bir dividend idi ki, gəl özü göstər, sonra alınır. Bəlkə mən neçə il fasilə yaranmışdı? Peşəkar şəxsiyyətdən gedir söhbət. Həvəskar şəkildə demirəm. 2009-cu ilin mayında Çempionlar Liqasının son finalını mən şərh elədim və Salmonla da bitdi. Aynısı. Bəli.
12 il. Və 2021. 12 il. 12 ildən sonra. Və sonra nə oldu? İctimaidə bu verilişdən sonra verilişin Şəhər sonra və salam. Amma oldu. Reaksiyalar necə oldu? Gəlin o biraz da o məqamlara qayıdaq. 12 il ara Bilirsiniz, gələn şəhərlər, şəhərlər elə mən sizə deyim. Azərbaycan şərhçilik məktəbi tamaşaçıları sadəcə axır vaxtlar öyrəşiblər türk şərhçiliyinə. Məsəl üçün Rıdvan ötürdü məsələn Okana, Okan verdi Hakana, Hakan verdi Ali Koça, Ali Koç da verdi Ilıcalıya. Qardaş bunu görürük də biz. Ilıcalı da vermir. Nə qədər təsdiyi tutub. Qardaş bunu biz görürük. Həqiqətən biz bunu görürük və biz o vaxtdan belə bir fikirləşmişdik ki, Rusiya yolu bu cürdür ki, Rus şərhçilik məktəbi. Rus şərhçilik məktəbi ki, hərənin gəlib bunu artıq analiz edir ki, bunu onsuz da tamaşaçı görür. Bundan nə əmələ gələ bilər? Komanda nə qədər eləyirsə, bu handbol kimi topu bu cinahdan ora, o cinahdan bura atır, amma yaxınlaşma mümkün deyil. Gəlin fikirləşək, burada necə yaxınlaşma mümkün olacaq? Boş-boş paslaşmanın müqabilində əgər qapıya yaxınlaşmaq 5 dəqiqə, 6 dəqiqə mümkün deyilsə və necə deyirlər, komanda top bişirirsə, bunun elə 5 dəqiqə, 6 dəqiqə sən bu futbolçunun adını deməklə nə olacaq? Ona görə biz artıq oyunun nəyin hesabını açmağın, nəyin hesabına müdafiə istehkamlarının dağıtmağın mümkün olacağı ilə bağlı diskussiyalar eləyirdik. İlqarla elə ilk verişdəcə, ilk efirdəcə. İlqar Mikayıloğlu ilə. Bəli, İlqar Mikayıloğlu ilə. Cəmaata çatmadı bu. Yəni cəmaat qəbul eləmədi bunu. Amma müsbət rəylər də var idi. Müsbət rəylər vardı, hansı ki, əvvəlki şərhləri görmüşdülər. Bu elə kateqoriya nədən adı, auditoriya elə 30 yaşdan üzəri, ayso. Hansı ki, bir 25 və daha aşağı yaş var ki, onlar bizim yəni final fiti olan son oyunumuzda 12-13 yaşları vardı. Onlar yəqin xatırlamırlar bunu. Ona görə onlar da ki, bu nədir? Futbolu şərh eləyir. Şərhlərə bir-bir baxırdım. Yoxsa bu bilirsiniz, orada bir dənə problem oldu. Bizimkilər sözü. Xatırlayırsınız, elə bir şey olmuşdu orada. Güya ki, Rusiya ilə Belçikanın oyununda idi. Orada birinci hissənin sonunda belə bir variant oldu. Rusiya artıq uduzur, vəziyyət yaxşı deyil. Orada baxırlar ki, kimi dəyişmək olar. Biz artıq bununla bağlı danışırıq. 43-44 dəqiqədə biz artıq fikirləşirik ki, birinci hissəni artıq analiz eləyək ki, nəyin hesabına ikinci hissədə dəyişik eləmək olar və artıq bu anda da Çerçesov göstərdilər, Rusiya yığma komandasının baş məşqçisi. Və dedi, İlqar da dedi ki, baxaq görək. Çerçesov fikirləşir ki, baxaq görək ehtiyatda kimimiz var. Və bunu qələmə vermişlər ki, bizimkilər. İlqara görə olur da bir sözüm. Yox, İlqara görə olmasın, olsun Asifə görə. Təbii ki, zarafat. Və ehtiyatda kimimiz var? Bəli, kimimiz var. Yəni, əgər bunu Çerçesovun adı ilə deyirik ki, kimimiz var, bu demək deyil ki, yəni bizimkilərdə kim var? Bəli, Çerçesov fikirləşir ki, bizim ehtiyatda kimimiz var, o demək deyil ki, nə bilim, biz Rusiyanın komandasıyıq, nədir, komandasını özümüzki sayırıq ya da nəsə. Hələ bir nəfər də adını çəkmək istəmirəm demişdi ki, əslində biz onlar bizim deyil, biz onlarınıq, nə bilinlər. Eyni şeydir də. Bəli. 2020-ci il Avropa çempionatı başa çatdı və yenidən şərhçilik missiyası bitdi. Yox. Davam edir elə? 2023-cü il idi, yayda TVNet kabel televiziyası ilə Azərbaycan üzrə İspaniya La Liqasının yayımını TVNet aldı və o kanalda məni də dəvət elədilər. Bir il onlarla əməkdaşlıq elədim. Həftədə ən azı bir oyunu mən şərh edirdim. 2023-2024-cü il mövsümü bitəndən sonra artıq mənimlə əməkdaşlığı yoxdur. Yaxşı, indi bunun səbəbini bilmirəm vallahi nə deyim. Baxmayaraq ki, özündən şübhələnmirsən ki, aslında. Yox. Getdim görüşdüm. Yox, gəlin belə deyim. Mən səmimi etiraf edeyim. Səmimi etiraf edeyim. Yəni nə baş verir? Hətta səmimi deyirəm. Bu gün özündə də
ən əla şərtlərlə, ən super təkliflərlə, həm dediyiniz o X məbləğ deyirəm, hansında ki mən heç vaxt ona mız qoymamışam da qadının ağası. Və o X məbləğin qabağında desələr ki, bir özün nə boyda sözün, vur X da yaz, gəl, şərh elə, mən eləməyəcəm. Səbəb Tural Dadaşovdur. Çünki Tural Dadaşov bu son Hansı İctimai televiziyada. Ona görə demirəm ki, Tural Dadaşov kanalda çalışır. Sadəcə o Tural Dadaşov necə edirlər, elə performans göstərdi ki, son Avropa çempionatında nə bilim. Bu adam Ayaq su alqışlaması. Ayaq su alqışlaması. ayaq su alqışlarınız yox, ya da adamın nitqi quruyası bir şey. Bir adam ki, bir saniyə içində 3 ağla gəlməz möhür vurulası söz işlədir Türkiyə oyununda və hətta bunu Türkiyə mediası da inanılmaz sözlər kimi qiymətləndirir və mən ondan sonra hətta gizən bir aləmi zəng vurdum Turala, dedim ki, Tural, özü yəqin ki, etiraf elə var. Şərhdən sonra da bu yəqin keçər. Çünki şərh vaxtı və ya gecə telefonlara cavab vermir. Gecə yazışmanı da göstərərəm sizə mən sizə WhatsApp-da, səs. Sonra montajda da elə. Dedim ki, Tural, vəssalam, mən bundan sonra artıq şərhçiliyə vida etdim. Yox. Asif Bağırovun şərhçiliyinə son verən şəxs Tural Dadaşov. Bəli. Sözün Tural Dadaşov var. Tural Dadaşovun şərhi. Və çünki bilirsiniz necə şey deyim, bilirsiniz deyib, səmimi deyəcəm hər şeyi. Bax, bir dəfə bununla bağlı Facebook səhifəmdə bir statusda paylaşmışdım, amma təhtərşurda buna eyham vurmuşdum və demişdim ki, tutaq ki, meyxanaçılar dəyişir və bir nəfər elə gözəl söz deyir ki, orada əks tərəf neynəməlidir? Bilə-bilə ki, bu adam bunun normal sualına deyildən cavab verə bilməyəcək. Nə bədahətənmi, orada olsasa ev tapşırır, nədir, yazıb, gətirmək mümkün deyil. Köhnə degəlsin, Sinə meydan olmalısan sən. Bir şey ki, sən bunu cavabını verə bilməyəcəksən, neynəməlisən? Mikrofonu qoyub çıxıb getməlisən. Amma bir məsələ var da. Nə var? Olimpiyadada belə qızıl medal qazanan olur, gümüşü olur, bürüncü olur. Hətta bəzi idman növlərində ikinci bürünc də olur. Yəni yaxşı qeyd edirsən ki, Tural Dadaşov bir nömrədir və bunun ikinci nömrəsi var. Mən yeni də deyirəm. Kimdir iki nömrə üçün? Tandem olmaz, öyle bir yerdə aparın da şərhini. Yox, Tural tay şərhləri sevir. Yox. İstəmərəm. İstəmərəm də. Həqiqətən mən bacarmaram. Yox, Asif Bağırov İlqar Mikayıloğlu ilə bir yerdə şərh edir və demək olar ki, İlqar Mikayıloğlu bir dəfə də verilişinə dəvət eləməyibsən. Gəlin belə danışaq da. Hansı kinoda deyir? Sən bu sözləri Gülzar xalana deyir. Bəxtiyar kinosunda deyir. Valla bu sualı İlqara versəz, yəqin ki, ondan daha doğru cavab verə bilərsiniz. Yox, niyə? Burada yaxında olurdu, amma burada artıq bu mövsümdən köçüb yasamalı ayəbə. O ki, qaldı ki, var, mən Turalın özünə demişəm ki, Azərbaycanda 5 şərhçi varsa, onun ikisi sənsən. Bəs yaxşı digər üçü? Qalan toplum. Yaxsız. Yəni heç kimin xətrinə bəyənməsin. Heç bir şərhçini bəyənmirsən, Ayaz. Yaxşı da səni bəyənir. Yox, gəlin bilirsiniz nədir? Turalı ayaqlamışdı. Yox. Mən səmimi deyirəm, bəlkə o mən sözümü ümumiyyətlə o siyahıda görmürdüm, tam səmimi desəm. Çünki mən də şərhçiliyim gedib gəliş məsələsi. Müvəqqəti. Bilirsiniz nədir? Oyun qutarır. Bu adam deyir ki, hesab 0-0. Yəni top fasilə kimi heç bir çərçivəyə sığmadı. Mən bunu tapıb deyə bilməzdim. Bu şərhçilikdən çox şeiriyyatdır artıq. Bu dərinlik. Bu adam magistr, bu adam Stockdekagradan çıxır, bu adam Breninqdən çıxır, bu adam Xəmsə aparsın. Mən oyunla necə ayaqlaşa bilərəm, qardaş? Yenə də deyirəm, mən onun PR-ını aparmıram. Və mən bilirəm ki, mən oyunla... Bunları montajda çıxardacaq. Yox, olsun. Mən oyunla bir tərəziyə gələ bilmərəm bu işdə. Bəlkə oturub maşın sürsək, oynamı onunla yaxşı sürərəm, gedək maşın sürək. Amma
eləyə bilmərəm mən. Ya bu qədər kanal var. İndi hərəsində bir dənə şərhçi lazımdır. İndi bir də Turan var, yəni heç iş. Heç asını çağırmırlar da hansı kanal deyəndə. Bax elə Adı yox, yenə dedim, hansı söhbət oradan getmir. o yerə gəlmək istəyirəm. CBC Sportu qeyd elədim, TV-neti qeyd elədim, İctimai Televiziya Avropa Çempionatında şərh eləmisən. Yaxşı, axı Azərbaycanda digər idman kanalları da var. Kanalı. İdman TV. Vaxtında niyə orada? Yəni orada da ən azından sənin bir haqq salamın olan adamlar var. Orada məlumat göndərmişəm. İstədiyiniz Orada məlumat göndərmişəm. Orada Nazilə Babayeva var. Hansı ki baş prodüser səhv eləmirəmsə, o da ANS-də işləyib bir ara, ANS-də işləmiş oyuna. Oyuna məlumat göndərdim ki, gəlmək istəyirəm sizə. Artıq Rövşən Məmmədov ora gələndən sonra söhbət gedir 2009-cu ildə. Yanılmıramsa. 2019. 2019 üzr istəyirəm. 2019-cu ildə Rövşən Məmmədov ora gələndən sonra. Çünki nəyə görə? Çünki Rövşən Məmmədov ən azı məni xatırlamalıdır. Nəyə görə? Çünki o vaxt liderdə, mən də ANS-də. Ən azı ikimiz də idmanda işləmişik. Yəni mən mədəniyyətdə işləsəydim, o idmanda işləsəydi, xatırlamaya bilərdi. Dedim ki, Naza deyə vurdu. Naza bəs belə görüşmək istəyirəm. Nə ilə bağlı deyirəm? İşə görə. Yalan nə deyim? Yox, şimdi ona deyərəm. Üstündən bir müddət keçdi, görüm cavab yox, yazdım. Mən dedim, bir anda belə fikirləşdi, heç nə demədi. Heç nə demədi. Qardaş, mən yenə də deyirəm, mənim artıq 52 yaşım var. Mən artıq gedib kiminsə qapısını döyüb, kimdənsə nəsə iş istəyən vaxtım deyil. Şükür Allah, Allahın ruzusu mənim işə varımdır. Yaxşı, başa düşdüm. Gəl, sən deyirsən, səmimi danışmaq istəyirəm. Mən də bu sualı sənə verməliyəm. Necə olur ki, İlxan Məmmədova zəng edə bilirsən, Rövşən Məmmədova niyə zəng eləmirsən? Çünki o vaxt mən yox, o vaxt mən nədə ona Tural Dadaşın bu cür şərhçilik hegemoniyasının olacağını düşünmürdüm. O vaxt hətta mən şərhçiliyə gəlsəydim belə və Tural Dadaşı belə görsəydim, diyəcəm Tural. İdman özün dəyişmək istəmirsən? Basketbola, voleybola keçəsən, orada da Tural Dadaşov şərh eləmir də. Yox, deyəsən bu barədə fikirləşməmişəm. Hansı idman növü daha populyardır ki, efirdə versinlər? Olur, məsəl üçün ildə bir dəfə Formula 1. Elə onu deyəcəkdim mən. Formula 1 Bakı Grand Prix-si olur. Digər Grand Prix-ləri də verirlər. O ASTV verir. İdman Azərbaycan verir desən. Anlayışım yoxdur. Yasif Bağırov artıq bundan sonra futbol şərhçilik etməyəcək. Necə ki, hardasa bir 30 il bundan əvvəl mən operatorun daşını atdım. Gəlkədə elə. Ondan da qabaq televizor ustasının daşını atdınız. Yox, daşını götürməmişdik filmə. İstəkli idi sadəcə. Hə. Onda elə gedək səyahət elə 30 il əvvələ. Operator kimi Gedək 30 il qabağa qardaşım. Qarabağ müharibəsi artıq bitmişdi, atəşkəs olmuşdu. Amon hadisələri də olmuşdu. Çox yaxın dostum Adil Bünyadovu itirmişdim mən. Allah rəhmət. O da elə Amon hadisələrində həlak olmuşdu. Neysə, ANS-də işlədiyim dövrdə Amonçuların məhkəməsinə gedirdim. Orada o kadrda mən göstərirəmsə. Deməli, bir var müxbir, bir var operator, bir də var reporter. Yəni, operator az çatmırdı. Yəni, ona görə mən reporterluq edirdim. Mən operator kimi işləyirdim. Həm də mətni yazdım. sahibədə alırdım, mətni yazdım. Bəli, o şeydə Nescafe, üçü birində, hə. Qərəz orada proseslərin birində, deməli, hakim fasilə elan elədi. Həmişə qəhər boğur mənə. Deməli, fasilə elan elədi, dedi ki, nahardan sonra yenidən prosesimiz davam edəcək. Bu vaxt konvoy çəkildi qırağa ki, hər halda doğmalardan, əqrabalardan kim istəsə gəlib şeylə görüşürlər, tutulanlarla. Orada bir dənə, deməli, qız gəlir, yaxınlaşdı, atasını dəmir barbaqlardan, kənardan qucaqladı, başladı öpməyə. Dəhşətli şeydir. Biz o vaxt elə şey vardı, bizdə ANS-də ki, hərə öz çəkdiyi kadrları göstərirdi və rəhbəri də onu sözün yaxşı mənasında qiymətləndirirdi də ki,
Afərin Əhsən. Amma o vaxt ondan əvvəl mən deməli 93-ün yayı idi nə vaxtdırsa Füzuli tərəfdə ya da Horacizdə kadrlar çəkmişdim. Yəni atəşkəsin simvolu kimi toplar idi və toplar atəş açmırdı, yəni onun üstünə elə prezidentdən çikollar keçirmişdilər. Yəni bu artıq atəşkəsin dayanmasına yaxşı sübut idi. Və onu o vaxt Almaniyanın CDF kanalının bir rəhbəri vardı ya da Rusiya MDB məsələləri üzrə rəhbəri indiyə kimi olma gəlir Dirk Zager. O bəyənmiş və demiş ki, çox ideal kadrlardır. Mən gəldim işə dedim ki, mən bugün bir kadr çəkdim məhkəmədə və bundan sonra mən əlimə kamera almayacağam. Seyfullah mənə dedi ki, sən olsa yaxşı kadr olub, ondan yaxşı kadr ola bilməz də. Ona görə danışma. Dedim Seyfullah mənim, siz kadra baxın. Baxdılar, heç nə demədilər, dedim ki, mən bundan sonra operator olamayacağam. Aynısı üçün darıxırsanmı? Nəzərə alsaq ki, ayda bir 2-3 dəfə mən yuxuda görürəm aynısı. Sizə bu darıxmaq deyil. Və hər dəfə də mən efirə gecikirəm, hər dəfə də veriliş efirə vermirəm və hər dəfə də arxiv qızları mənim bu vəziyyətdən çıxarırlar. Köhnə efiri verirlər efirə. Heç kimdə xəbər tutmur. Sizləri açdım tökdü. Yox, bu yuxuda belə şeylər olur. Yoxsa Elə bizim həqiqət kimi olub. elə şey mümkün deyildi xəs. Mümkün deyildi. Əlbəttə darıxıram. Yaxşı, bəs operatorluqla bitdi. Nə başlar? Aparıcılıq. Operatorluq bitdi. O vaxt artıq bizdə xəbərçidə elə bir strukturu yarandı ki, xəbərçidən sonra həm iqtisadiyyat xəbərləri olmalı idi, həm idman xəbərləri olmalı idi, həm də bundan əlavə əlahiddə bir idman verilişi. Biz buna görə bir komanda verilişi açdıq. İdman xəbərləri müəyyən Namiq idman xəbərləri aparırdı. Namiq Abbasov. Bəli, Namiq Abbasov. Sonra komandadan əlavə bir dənə də ayrıca futbol verilişi açdıq. Əvvəl oldu qol saatı. Sponsor da yadına gəlir də. Təbii sən xatırlayırsan. Yəni VMF idi. Hər turun ən yaxşı nədir? Qoluna da Swatch saat verilirdi. Yaxşı, idman jurnalistikası, belə deyim, sənin karyeranda bir yeni səhifə açıldı. Bu da oldu idman jurnalistikası. Bəli. Kimlərlə çalışırdı? Bir həmin o adları istəyirəm ki, qısadan. Yəni federasiyalar olarlar. Yox, komanda, AYS-in idman komandası. Okey, deyim sizə. Namiq Abbasov, 1, Gündüz Abbaszadə, 2, mən, 3, ondan əvvəl bizdə işləyib, deməli Gündüzdən əvvəl işləyib, deməli Elnur Məmmədli, bir də ki Rəşad Rafiqoğlu. Rəşad Rafiqoğlu. İsmail Abdullah işləyib. Məndən sonra gəldi o. Deməli Jose Bernardo. Jose Bernardo. Bəli, onu deməmək mümkün deyil. Jose Bernardo. Səhv edirəmsə efirdir. Xəbərləri də eləyir. Bəli. Bəs şərhlərdə Rahib Azəri də şərh. Rahib Azəri, bəli. Rahib Azəri də DJ Aynur idi. Yox, DJ Aynur şərh eləmədi. Bilirsiniz nədir? Doktor Ziya şərh edirdi. Bilirsiniz nədir? Gəlin indi DJ Aynur məsələsini də bir keçsin Aynur günahından ona qarşı bəlkə haqsızlıq eləmişəm mən. Eləmişik İlqarla. Etiraf eləyəcəm onu. Allah da keçsin günahından Aynur da əgər deməli bir şərhçi bizə lazım idi. Seyfullah müəllim də, Vahid müəllim də, Mirşahin müəllim də üçü dedi ki, maraqlı olardı qız şərhçi. O Ruslan sözü o ilə. Qəşəng bir fişka olar da. Qulaq da öyrəşməyib. Qulaq öyrəşməyib. Bax, məsəl üçün, Evrosportda, məsələn, qadınların çempionatını qız şərhçilər verir. Yeri gəlmiş gəlir voleybolda da var, gimnastikada da var. Bəli, onlarda bir sürü bax, məsəl üçün, Anna Dmitriyev vardı. Səhv bilmirəmsə o tennisist idi. Tennisdə şərh edir, hə. Yəni, onlar üçün çətin deyil.
Okey, biz də dedik ki, bəs gündüz var. Gəlin, onda da belə eləyək də. 3 dənə oyun seçin. 3 dənə oyun seçin. Nədir onun adı? Qoyun, hərəsi gəlib bir kaseti götürsün. Qoyaq video magnitofonu, özünüz baxaq. Ki, hansı daha yaxşı olsa, şey olsun da, nədir onun adı? O da şərsir versin. Okey. İlqarla mən ardıcılığı düzdür, gündüzlər dedi, bu oyundur, bu oyundur, bu oyundur. İçəri girəndə gündüz dedi ki, xanım olaraq birinci hansını istəyirsən, özünü seç. Oyunda seçdi, gündüz artıq biləcək qalan 2 oyun hansıdır. Yəni, o oyunlara artıq hazırlaşmışdı gündüz. Sözsüz ki, onun şərhi də pis ola bilməzdi. Yəni, o pis olmağı sırf onun özünün dahi səhvi ola bilərdi. Aynur olan haqsızlıq o idi ki, xəbəri yox idi. Onlar bir dənə söz. Daha doğrusu gündüzə xəbər vardı. Sənin nə Elxan Məmmədovun günahı yoxdur, nə də bir şey. Sən Aynur Pamın torbasını tikmirsən, ona görə ondan sonra işlərini düz getirsən. Ola bilər, ola bilər. Münasibətin varmı indi Aynurla? Ünsiyyətin varmı yəni sosial? Təəssüf ki, yox. Bilirsən, bir-iki dəfə mən... Ondan sonra münasibət qalar. Qalıb yazıb, yoxdur məncə. Yox, o şeydir, onun xəbəri yox idi. Bax, indi etiraf elədim mən. Hə, ilk dəfə. Yox, işte, bəs mən deyirəm də, ilk dəfə deyirəm onu sizə. Heç kim bilmirdi onu. Ancaq 3 nəfər bilirdi bunu. Aynur o vaxtdan ilə Amerika köçdü getdi. Yəni ki, bir rahat bir $15 oradadır, əgər yanılmamsa. Bəlkə də çox. Xeyli var. Hə. Bəs salam, bəlkə də bunun bu cür alınması onun həyatı üçün daha yaxşıdır. Yaxşı, ailəsinin idman komandasına nəzər saldı. Bir çoxunun adını qeyd elədim. Bir çoxunu da səndən sonra gələnlər İsmail, Mehman, Kənan. Kənan mən çıxandan sonra gəldi. Amma İsmaillə Mehman orada idi. Mən çıxandan var idi orada. Gəray, bəli. Asif, Bakı klubunun bir müddət mətbuat katibi oldu. Klub fəaliyyətini dair bilmir kimi idi o müddət. Yox, Bu yeri mən yox. bolacaq xatırlamıram ona görə. Mənim hələ də indiyə kimi anlaya bilmədiyim səbəbdən oradan kənarlaşdırana kimi. Sən pastayla sənin torbalı tüküblər orada. Yox, mən demirəm, mənim torbamı tikiblər. Sadəcə olaraq Həmin bura bilirsiniz, şirkət mənə bir mobil notebook ayırmışdı və hər özünə hörmət edən qurumun da yəqin bilirsən ki, Outlook Express proqramı var. Və hər bir fərdin də, hər bir əməkdaşın da ünvanına, məsələn, orada mənlə yazmış Asif Bağırov, Korporativ emir. bəli, korporativ @bakufc.com belə bir şey və yaxud media, nə filan bəsməcə. Okey, 2010-cu il Bakı Futbol Klubu kuboku qazanıb və bununla da biz UEFA kubokunda iştirak eləməyə hüquq qazanmışıq. Əla, super, afərin. Komanda Cüneyt Biçeri çıxartdı. Almaniyalı Winfried Schäferi gətirdi. Özləri bilədilər. Buna mən müdaxilə edə bilmərəm. Və salam, təlim məşq toplanışı, komanda gedir Almaniyaya. Mənim üçün viza düzəldildi ki, təlim məşq toplanışına gedəcəksən. Yekunda məsləhət oldu ki, mən gedməyəcəm. İbrahim gələcək ora. Familiyası nədir? İbrahim futbol xəbəri. İbrahim futbol xəbəri. İbrahim futbol xəbər gedəcək. Nə var? O ingilisini bilir. Çox gözəl, super. Olsun, mənim ora gəlməyəm. Mənə lazımdır ki, qardaş, sən mənim saytıma xəbərlər ver ki, komandada vəziyyət necədir, kimlər gəlir, kimlər gedir, nədir onun adı, təlim məşq toplanışı necə gedir. Ən azı biz mətbuatla işləyə bilək. Okey. Bir gün, 2 gün, 3 gün yazıram şeyə ki, İbrahim, Outlook Express proqramına bax, orada UEFA-dan məktub gəlməlidir. Azərbaycan komandalarının, nədir onun adı, Azərbaycan klublarında olan cəzalı futbolçu hansını ki, meydana buraxmaq olmaz. Mən buradan gedəndə baxmışdım, Azərbaycan klublarından səhv eləmirəmsə bir dənə Emin Quliyev idi cəzalı, hansı ki, o vaxt Xəzərlərin kəranı, bizə aidiyyəti yox idi. Bir neçə nəfər futsalçı idi, bir dənə də futbolçu vardı, bilmirəm kim idi, xatırlamıram. Onu da ona görə xatırlamıram ki, bu artıq karyerasını bitirmişdi. Vəssalam. Bakı Futbol Klubuna aid ola biləcək bir şəxs yox idi orada. Və hər dəfə mən deyirdim ki, İbrahim,
bax ora bir adam gəlsə, baxın gör burada var yoxsa yox. Mən bu proqramdan başım çıxmır. Demə balam, başın çıxmır. Orada Akif Özəkyol var. Hansı ki bizim administratordur, kimdir? Valla bilmirəm. Hər dəfə hər oyundan sonra gəlirdi ki, kim sarı vərəq alır. Mənə deyən ki, mən baş məşqçiyə dedim ki, bu futbolsa gələn oyunda oynamayacaq. Akif Özəkyola göstərirsən, o da bilmirsə, orada bir oteldə ya da bir adamı göstərir ki, burada həm tap. İnternet klubu. PlayStation qrupu İşte- uşaqlara deyirəm. Sarı uşağı var kimi oyda yaşayır. Nəysə, orada bir Joel Epalli gəldi, Kamerunlu. Dəhşət. Şimdi gəlməsə. İndi yanırsın. Joel Epalli gəldi. Sədimə bu da deyəsən o vaxt Bochumda oynayanda sarı vərəqəsi olmuş ya da meydandan qovulmuşdu. Bunun cəzası vardı. Bu da sözsüz ki, orada Bochum futbolçusu kimi göstərilir. Orada Bochum futbol. Onlar da ovuc iynəməyiblər ki, bu Bakıya gələcək. Orada yazılır ki, Next Team Baku FC. Ha. Nəysə dedim, bax, bu da baxmayıb. Mənə də burada deməyib. Joel Epalli gəlib burada birinci oyunda oynayıb. 2-1 udmuşuq. Bir həftədən sonra cavab oyuna gəlməyə hazırlaşırıq. Bu boyda bir dənə məktub gəlib UEFA-dan ki, cəzalı futbolçu buraxırsınız. Ona görə 0-3 texniki məğlubiyyət. Anım düşdü mənim üstümə. Bir adam da məndən izahat tələb eləmədi. Qardaş, mən mətbuat katibiyəm, düzdür? Açığı deyim. Mən niyə mətbuat katibi olaraq, qardaş, futbolçular gələndə mən onların vizası üçün sənəd hazırlamalıyam. Mən niyə miqrasiya üçün onların miqrasiya xidmətinə sənədlərini düzəltməliyəm? Mən niyə futbolçuların transfer məsələlərə görə deyəsən TMS sistemdir. Ora gedib oran məsələlərinə məşğul olmalıyam. Normalda bir klubda bunları kim görməlidir? Hərəsinin öz adamı var, qardaş. Səhv eləmirəm bu. Yəni menecerlər görür və ya da koordinatorlar görür. Bilmirəm. Akif Özəkyol nə işlə məşğuldur, qardaş? Təsərrüfat şöbəsində. Sonra Adətən şoferlər var. bundan Valla bir-iki şoferlərdən xəbərin varsa, Gözümü qafamda tutada bildim. Yox, bir dənə də nəsə deyəcəkdim. Bundan əlavə mənə demişlər ki, hə, lisenziyalaşdırmağı da mənə tapşırıblar. Qardaş, mən neçə yerə bölünməliyəm? Problem oldu, məndən izahat tələb eləmədiniz ki. Eyni şeylə mən deyim ki, onu xadiməni də qovda işdən. Aşpazı niyə qovmursa sürücünü sən deyən. Bu zamanda kimi çıxaraq xidmətçi. Bəli, hə. Niyə? Bir izahat alın, mən sənə deyim də, burada nə məsələdir. Bəs bu hadisələr nə vaxt baş verdi? Neçənci il? 2010-cu il. 2010-cu ildə elə cavab oyununa gedəndə bu hadisə oldu. Axşam mən Yaşar mənim komanda sabah uçur və cavab oyununa mən getmək istəmirəm. Orada bilet də yox idi, olsa charger idi. Bəli, Yaşar Seyidova, komanda icraçı direktoru. Hə, sən getməsən daha yaxşı olar. Mən başa düşdüm ki, o Rusların sözü var, bu Naşala kansa sonun başlanğıcı idi. Orada da komanda 2-1 utdu, hər iki oyunu 2-1 utduq, amma mərhələni keçə bilmədik. Gələndən sonra o Kajol Aprişeniya məsələsi oldu mən. Hə, qurbanlıq keçi. Çempiyona təzə başlayınca görürəm, hamı mənə tərs baxır. Yaşar mənim çəkdi, mənim qarağa, deyir ki, sən get, yaxınlarda Hafiz müəllim klubun prezidenti sənə dəvət edəcək bir 3-5 günə. Sənə bir başqa iş verəcək. 15 ildir də hələ ki, nə görüş var. Mən görüşmək istədiyim açığı bir müddət yazdım da, gördüm də xeyri yoxdur. Artıq barışdım. Asıl yaxşı və sonradan bu məsələnin araşdırılması və ya da ki, istər Yaşar müəllimin özü ilə, istər özün qeyd elədin ki, İbrahim onunla Umayda səfərdəydi. Onun özü ilə bu məsələni araşdırmadı. Demədin nə baş vermiş? Mən bilmirəm. Mən konkret bir sözüm, bir şeylə başlaşmam. Mən dedim ki, yəqin problem yoxdur, mənlik bir şey yoxdur. Bir adam məndən izah etsin, yazım izahata ki, bu budur. İbrahimə dedim, İbrahim ki, mən bilmirəm. Sən getdin Bakı klubuna, yerinə kim keçdi? Bilmirəm. Ya xatırlamıram. Azərbaycan çempionatını izləyirsən mi? Çox nadir hallarda. O həmin intriqa yoxdur. Mən istəyirəm hamısı güclü olsun. Azərbaycanda rəqabətə davamlı bir çempionat görür. Yoxsa ötən il mart ayının sonunda çempionatın başa çatmasına 2 ay qalmış. Hələ aprel başlamayıb.
Nədir o ağ tut yetişməmiş ucu Qarabağ çempionu. Kampa bağlı. Ha, Dəfələrlə belə olub. yox, Mart ayında çempion olmağı olmamışdı. Çempion olmaq. Martın sonunda və Bir neçə tur əvvəlcədən çempionluq. o heç olurdu. Olurdu. O bu Qarabağın problemi deyildi. Eyvallah. O faciəmiz deyə bu. Onun problemi. Bəs onda biz Qarabağda nə haqla Avropada bu daha yaxşı oyun istəyirik. Niyə? Yeri gəlmişkən qurban tənqid edənlərə münasibətim necədir? Xüsusən də son mövsümdə Avrokuboklarda, Avropa Liqasında uğursuzdur. Bir müddət ölkə çempionatında da məğlubiyyətlər gəldi. Dərhal Qurbanova sanki elə istefaya çağırış kimi tənqidlər gəldi. Bunun münasibətin necədir? Valla bilirsin, mən yenə deyirəm, hər şeyi gətirəcəm sosial şəbəkəmə. Sosial şəbəkəmdə bir statusum da var. Orada Qurbanovu futbolu bilməməkdə suslayan birinin profilinə girdim. Profil şəkli buzov idi. Qardaş, yenə də deyirəm, sən Fake profili demək istəyirsən? yox, məsəl üçün, adı Məmməd Kazımovdur, məsəl üçün. Şəklini buzovdur. Baxırsan ki, bu adamın birbaşa kənd təsərrüfatla məşğul olan adamdır. Qardaş, sən azarkeş ola bilərsən, amma sən deyə bilməzsən ki, Qurbanov futbolu bilmir. Qardaşa deyir, amma haqqı çatmır. Yox, sən bu söhbət necədir? Haqqı çatsın, amma sən bunu əsaslandır da nəyə görə? Mən məsəl üçün, bax, bir şeydir də, tutaq ki, kimsə mənim jurnalistika savadıma şübhə eləyə bilər, hə. Amma soruşum ki, qardaş, sən nəçsən? Sən çobansan, düzdür, məsəl üçün. Mən deyirəm, sən bir köpürlük çoban deyilsən. O da mənə qayıdıb deyə bilər ki, Əsaslanmır. İnək doğanda sən onu tərs doğuşunu düzəldə bilərsən. Məsəl üçün də olur da belə şeylər. Qoyun doğanda elə bilərsən onu. Mən yox. Amma sən onda nə haqla bunu deyirsən? Səhər südünü gecə sağa bilərsən. Yox, bilmirəm. Söhbət ondan gedir. Həqiqətən. Qardaş, sən bunu əsaslandır, hə? Deyirəm, bəcəb yaxşı deyir. Futbol olmuyor. Bu da futbola maraq var. Yoxsa siz necə fikirləşirsiniz? Var futbol? Və yaxud Azərbaycan çempionatında limit var da 4 futbolçu, yerli futbolçu. Limit artıq deyil. Hələlik. Hə. Qardaş, Fərqli sistem olacaq. Qurbanov məcburdur. Solda Elvin Cəfərquliyev mütləq oynatsın. Məsəl üçün, ortada Mustafazadəni mütləq oynatsın, Bəhlul oynatsın. Bədavi, yox. Yəni ki, 4 oyunçu mən fikirləşirəm, sonra kim var, oynasın. Mən. Şəhruddin də qoyur. Onlar da stabil oynamırlar. Yox, bu söhbət ondan gəlib, bu həm də heç kimin xətrinə dəyməsin. Mən onların şəxsiyyətinə də toxunmuram. Bu onlar həm də Şəhruddinin yanında bir dənə də varatlar qoymaq lazım. bu həm də onların qiymətinin çox yuxarı. Baxın belədir də. Deyir futboldan anlayışı yoxdur. Baxın rəy bildirir. Ya mən deyirsən ki, Belə qəqov qoyacaq, ha. lakin yığacaq. Qardaş, mən like-a görə demirəm axı. Mən ildə ayda bir dəfə nəsə prinsipal oyun olanda baxıram. Məsələn, Bax deyirsiniz nəyə? Ya oyunun altlarında qalır. Şey gəlib çıxıram. O buzov şəkli qoyan uşaqların xətrinə deyilir biyaları. Mənim profil şəklində Niyaməddin Musayevdir. Salamlayıram burada onu. Simpatiyam odur ki. İndi o buzov şəkli qoyan adam Messi'nin şəklini qoysaydı, deməli o futbol şeyiydi də. Onun haqqı var da futbolu şeyləməyə. Nədən var? indi söhbət ondan gedir. Şey ağzımdan düşmür mənim. Şey eləmək şeylə. Yox, söhbət, qardaş, yenə deyirəm, tənqid elə. Mən Amma əsaslandır ki, bax burada qardaş, sən bunu düzgün eləmədin. Məsəl üçün Elvin Cəfərquliyev, tutaq üçün, Elvin Cəfərquliyev qaçıb satdırmırdı. Hətta 15-ci səhədə sarı vərəqə aldı və yenə də qonaqların sağ vingeri bunu yenə də atır qaçır topun yanından. Yəni bu adam ilişəcək. İkinci hissəyə ki, bunu saxlamaq lazım deyildi və görürüz, axırda qırmızısını aldı. Bu başqa məsələ. Mən bir söz demirəm. Qurban ümumiyyətcə Azərbaycan futboluna tövsiyəsi çoxdur. Yəni mən tövsiyəsi olsun. Tövsiyə verməyib, tövsiyə də verib də. Bunu belə eləmə, bunu belə elə. Yox, tövsiyəni sən verirsən. Amma ki, Onun dostları. bəli. Amma ki, Funtik deyirdi.
Amma ki bu insan oturub neysə tənqid eləyəndə mən misal üçün o tərəfdən baxıram da, ya tənqid eləyir, ya neysə bəyənmir o tərəfdən. Şey tərəf, nədir onun adı? Ukraynski kruk tərəfindən deyirəm bu. Bu nə üçün deyir bunu? Bu istəyir bu komanda uçsun. Pis kruq deyə o. Ukraynski kruk. Pis kruqdur ora. Onda margilədən daha Pis kruqa düşmür. Margilə həm də kruku. Sayaqçıdır, sən tanıyarsan. Yox, o tərəfləri tanımıram. Mənimki ancaq mikroqayım var. Yaxşı. Yaxşı, nə edirdin? Düzdür sözünü. Deyirəm ki, mən gedirəm. Ama birazdan sonra film qutarır da, veriş qutarır. Podcast diye, veriş diye yemek qutarır. Verilişdi. Veriş yer. Bu xoşuna gəlmir də mən Podcastda şey olur, belə qulağında naushnik, burada da pır 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 danışırsan, ötüfürcəyin zəmində öyle askolları verir mikrofonun üstünə. Hə. Yox, yəni deməyim odur ki, əgər tənqid edirsə tamaşaçı, mən əri. Mən məsəl üçün əgər futbolu tənqid edirəmsə, özümdə mən heç vaxt şərh sat yazmıram, qırğın düşür sonra orada. İçi yandığından eləyir də. Bu istəyir uçsun bunun komandası, azarkeşlik elədiyi komanda, istəyir millisi olsun, istəyir klubu olsun, fərqi yoxdur da. İstəyirsən bu nəsə uçsun, başlasan günahkar axtarmağa. Kimdir günahkar? Arkadaş, şimdi belə danışaq da, bütün oyunları udan komanda var. Yox. Amma bütün oyunları uçan komanda var, o da Azərbaycan yığma komandası. Problem budur. Anada Bilən bilən komandası. komandası. Bu edirsən. Anada heç şey deyil. Bütün komanda oyunları udmayan komanda, hə. Azərbaycan yığması. Bir paralel yadıyallıqda orada udurlardırsa. Asifin yuxuları maraqlı olacaq, bəlkə də yox. Asif, indi belə deyim, bu gün sən demək olar ki, öz xəttinlə gedirsən, kiçik sahibkarlıqla məşğulsan. Yaxşı, necə bir təklif gözləyərdin ki, yenidən idman jurnalistikasına və yaxud da ki, televiziya qaydasan, realdırmı bu? Bax, bəlkə də fürsətdir. Kimsə bu verilişi izlədi, dedi ki, Asif, Elxan Məmməd, ayda mən Asifə zəng etməliydim. Yox, o Parislədir. Nömrəni dəyişməmişəm, bilirsiniz, zəng vuracaq. Öyrənə bilər. Bilmirəm, valla. Yalan nə deyir? Amma yenə də efirə çıxmaq istəmirəm. Efirə çıxmayacağım. Ola bilsin ki, nəsə oturum cızmaqara redaktor. Bax, belə. Ola bilər elə. Bax, məsəl üçün də Rövşən Binnətli hardadır indi? Nöşələrəm artıq təqaüdəsi. Rövşən Binəqədi, Yox. Qartalımın sol qanadı ya. Yox, Rövşən Binnətli İdman Azərbaycanın Bilmirəm. rəhbəri idi. Mən deyirəm, oradan ora köçdü. Yox, o təqaüdə çıxdı. Yəni o İdman Azərbaycana Rövşən Məmmədov onu dəvət eləməmişdən qabaq CBC Sportda idi. Bəli. Nə işləyirdi orada? Redaktor. Efirə çıxmırdı ki, demək olar ki. Arada bir şərh edir. Xüsusi belə deyim, buraxılışlar. Hə, arada bir şərh edir. Siz kimi şərh? Söylə. Nə şərh kimi də fərqli? Hə, arada bir. Bəs o. Mən şərh eləməmək şərtinə, hə, bəlkə redaktorluq belə gedərəm. TVNet-də elə bir vakansiya da yoxdur. TVNet-də öz produksiyaları yoxdur axı, mən bildiyim qədər. Yəni sabah olsa amma gözləntim var. Yaşar mənim gözəl münasibətim var. İndi niyə də yox? Amma yenə də deyirəm də o şeydir, nədir onun adı, kabel televiziyasıdır. Amma en azından birçok televiziyalarım çəkdi, onlar da bir test yayımla başlayıblar. Bugün insanlar demiyorlar, internetten izləyirlər televiziyanı. Siz həmin kanalın da Azərbaycanda 3-cü idman kanalı kimi açıq yayında olacağını perspektiv gün görürsünüz. Niyə olmaz? Ha, ola bilər. Niyə olmaz? Əgər bir neçə Bundesliga-nı verirlər, İspanya La Ligası verilir. Düzdür, qalırsa Bundesliga-nı bilmirəm mən heç. Bundesliga-da bu verilir. Bəs Bundesliga ASTV-də verir axı. Orada da var. Onda sublisensiya məsələsi var. Tam da, yəni detallar. Necə ki siz həm də Çempionlar Liqasının yayını verirsiniz ictimai televiziya. Ola bilər. Hə, yəni mən çox istəyirəm. Əslində daha çox idman kanalının olmağı, daha çox televiziyaların olmağı jurnalistlər üçün yaxşı fürsətdir. Televiziyaların çox olmağı eyni zamanda o və çəkiliş qruplarının artması deməkdir. Çəkiliş qrupu artırsa maşınlar artır, maşınlar artırsa sürücülərə ehtiyac olur. Yaşasın sürücülər. Asif, təşəkkür edirəm sənə. Eyməz. Bilmirəm Nurəylinin təəssüratı. Yoruldu. Mən yeni bir Asifi kəşf elədim. Hansı? Qiyabi tanışlığım var idi. Səmimi Asif. Yox, mən
Yoxsa içəri girəndə dedim ki, müsahibə verməyəcək, söhbət edək. Təbii. Bu kifayət qədər də belə kəskin fikirlər və yaxud da ki, açıq fikirlər səsləndirdin. Bu verilişi izləyəndən sonra gələcək cavablardan narahatsam, Məsəl üçün kim? adını çəkdiyimiz insanlar və yaxud da ki, telekanallar və yaxud da ki, şəxslər. Mən nəyi yalan demişəmsə, sinə qalsa düz deməyib. Mən nəyi yalan demişəm? Məsəl üçün, kim haqqında demişəm ki, bax, Rüstəm əfsərli görüşdüyü oyla dedi ki, mən Volkan bəylə görüşlərəm, səni görüşdürmədi. Yalan demirəm ki. Təşəkkürlər Asi. Desin, nə istəyir desin. Bir adı qalan nəsə bu mövzularla bağlı, danışdıqlarımızla bağlı bir nəsə qalmadı ki. Yox, soruşacağım, nə vaxtda montaj edib qutararsın? Tamam, nə vaxtı montaj edib bitirəcək? Tamam, montaj eləyəcəksən haqqı bunu. Səsimiz, zadımız gedir hamısını. Bir dənə yer var, oranı kəsəcəyik. Asifin danışdıqlarını, qalanı ki verəcəyik. Hə, məsələn. Bir də bu yerini saxlayacağıq. Asif, verilişimiz haqqında nə deyə bilərsən? Heç nə. Onda bunu da kəsəcəyik. Çox sağ ol. Deyibəm.